Port anlayışı, portlar bunlardır. Xarici qrupları qoşmaq üçün istifadə edirik. Portlar bunlardır. Bir də var slot anlayışı. Slot daxili qrupları qoşmaq üçündür. Baxın, görürsünüz, o bizdə RAM-dır. Biz sizlə bir dəqiq slot öyrənirik. O da ki, RAM-ın slotu. RAM-ın slotu adlanan DDE slotu. Baxın, burada slot qoşulduğumuz yer. Bu əlindəki RAM-dır, əlindəki RAM-dır. Biz bunu qoşmaq üçün istifadə edirik nədən? Qoşduğum yer adlandı. DDE slotu. Deməli, daxili qrupları qoşduğumuz yer, ana plata üzərində daxili qrupları qoşduğumuz yer adlanır slot. Xarici qrupları qoşmaq üçün istifadə etdiyimiz yerin adı nədir? Port. Məsələn, bu əlindəki digitizerdir, düzdür? Digitizeri qoşmaq üçün istifadə etdiyim yer, qrafdan qoşulanda, düzdür? Bu hissəni adlandırdıq port. Hər ikisi yuvadır, həm port yuvadır, həm slot yuvadır. Slot ana plata üzərində, bu da ana platada şeydir. Sadəcə slot daxili qrupları qoşmaq üçündür, port xarici qrupları qoşmaq üçündür. Belə.